Deməli, Ontario başa salacağım. Baxın, burada elədiyiniz səhv nədir? Baxın, endirim stikerini birinci belə tərzli fondları yaza bilməzsiniz. Yəni, bunu anlamağa çalışın ki, endirim fondları çox belə dinamik tərzdə fondlar olmamalıdır. Ancaq sadə oxunaqlı olmalıdır. Yəni, bu fontu əksinə burada yazmalıydınız. Bu tip fontu burada işlədə bilərdiniz. Sonra endirim stikerləri belə boş dairə eləməkdənsə və niyə bura qoyursunuz? Niyə belə ortalığa atırsınız? Gətirib bir böyük bir şəkildə belə krasovkanın üstündən belə keçirə bilərdiniz fiquru. Yəni fiqurun bir hissəsi krasovkanın üstündən gələ bilərdi. Yəni bir kompakt yığmağa çalışın. İlk səhviniz kompakt yığmamağınızdır posterdə. Hara gəldi atmağınızdır bəzi şeyləri. Sonra kölgəyə bulur verməməyinizdir. Kölgənin opasitisini tamam biraz azaltmışsınız, amma bulur verməmisiniz. Ona görə belə sərt şəkildə qalıb. Yəni kölgəvizə bulur verməyə çalışın ki, daha biraz peşəkar görsənmiş olsun illüstratora görə. Sonra bir-birini tamamlanmayacaq fondlar işlədirsiniz. Yəni bir-birinə zidd olan fondda işlətməyə çalışırsınız. Estetik görməyə çalışmırsınız. Sizdə vizual oxunma vərdişi zəifdir. Yəni fond dizaynlarının incəliklərini diqqətsizlik edirsiniz. Yəni incəliklərinə qarşı yanaşmırsınız. Estetik yanaşmırsınız. Bu isə o deməkdir, ya dizaynlara çox baxmırsınız, ya məqalə oxumursunuz. Siz məqalələr oxumalısınız. Eləməyə çalışmalısınız. Fondlarla bağlı yazılan məqalələrə diqqət etməyə çalışmalısınız ki, fondları necə anladırlar. Və vizuallara çox baxmalısınız. Vizuallara çox, nə qədər demişəm, məsəl üçün poster nümunələri seçirsiniz, poster nümunələri seçirsiniz. Amma nümunələri seçməkdən əlavə o font, oradakı fondlara ayrıca bir dizaynla baxırsınız. Kontakt hissəsində də çox estetik fondlar işlətməmisiniz, sərt fondlar işlətmisiniz. Belə kitab şeyində istifadə ediləcək, kitab tərzində istifadə ediləcək fondlar istifadə eləmisiniz. Yəni biraz elə bir qəzetdə, kitabda abu-havasını verən, yəni biraz abu-havalara diqqət etməyə çalışın. Yəni bu krasovkadır, dinamik krasovkadır. Siz burada biraz daha modern, daha biraz sadə işlətməlisiniz. Çünki onsuz da bu krasovka dinamikdir. Siz bunları biraz bu fondlar artıq bu tərzli fondlardan olmalıdır. Bu kontakt hissəsində. Ümumiyyətlə kontakt hissəsində həmişə sadə fond işlətməyə çalışın. Yəni bu tərzdə fondlar işlətməyə çalışın. Sadə görsənsin. Yəni siz məsəl üçün gəlib burada fond dizaynınızda sadə fondlar işlətmisiniz, amma gedib başqa yerdə endirimdə kontakt hissəsində götürmüsünüz, oynaq fondlar işlətmisiniz. Əksinə oynaq fondları burada işlətməlisiniz. Amma belə oynaq fondlar yox. Ayırmalısınız. Yəni başa düşməlisiniz ki, kitab abu-havalı fondlar hansılardır, dinamik fondlar hansılardır, oxucunun rahat oxunması üçün, yəni oxucuya uyğun fikirləşməlisiniz. Yəni bu fond sakitlik hissimi oyadır, enerjik hissimi oyadır. Bunları fikirləşməyə çalışmalısınız. Yəni ona uyğun fontu seçməlisiniz. Siz vizualınızda krasovkanın atmosferini izləyici necə ötürməyə çalışırsınız? Enerjikmi, sakit tərzdəmi, motivasiyalımı, ona uyğun fontunuzu stilini verməlisiniz, fontunuzu seçməlisiniz, abu-havasını seçməlisiniz. Yəni o atmosferada siz onu tutmağa çalışmalısınız. Ona görə siz ilkin başda, məsələn, o biri işləmisiniz də bu birisini. Texniki olaraq işləyə bilirsiniz. Yəni deməli texniki tərəfdə probleminiz yoxdur. Bu məsəl üçün normal, yaxşı şəkildə işlənilib texnik tərəfdə və hər şeydə səliqəlidir. Hər şeydə yeri yerindədir. Deməli, texniki tərəfdən probleminiz yoxdur. Sizin vizual oxunma vərdişiniz zəifdir. Hiss eləmək, emosional tərəfiniz zəifdir. Yəni bunun üçün artıq texniki tərəfi biraz zəif başını buraxıb, başını buraxma nə mənada? Yəni çox artıq texniki tərəfə fokuslanmamalısınız.
Artıq biraz vizual vərdişin oxunmasına fokuslanmalısınız. Artıq vizual vərdişlərinizi artırmalısınız. Emosional yanaşmanızı artırmalısınız. Siz hiss olunur da dizayn işini işləyirsiniz, qupquru işləyirsiniz. Yəni elə belə bitirəsiz deyə işləyirsiniz. Amma o düzgün deyil. Orada siz özünüzü əyləndirəcək situasiyalar tapmalısınız. Bunu hazırlayanda izləyicini, oxucunu düşünməlisiniz. Onlara hansı empatiyanı ötürməyi fikirləşirsiniz. Bunun hekayəsini qurmağa çalışmalısınız. Yəni önəmli hissə budur. Yəni bunu siz ayırd eləməlisiniz. Burada görürsünüz font dizaynı, fontlar necə səliqəli, font dizaynı necə uğurlu, adam buna ayrıca baxmaq istəyir, buna ayrıca baxmaq istəyir, bunu ayrıca görmək istəyir. Və bunu görürsünüz kopyalamısınız da, amma texniki tərəfdən işləmisiniz. Özünüz işləyəndə də bu atmosferalarda işləməlisiniz. İşi bitirib qutarandan sonra baxmalısınız, görməlisiniz bunları parça-parça qrup halında görə bilirsiniz, yoxsa yox. Yəni bunun qrup halında ayrı bir atmosferik bir mesaj ötürdüyünü hiss eləyirsiniz, yoxsa yox. Buna ayrıca bir atmosferik hiss eləyirsiniz, yoxsa yox. Bunun abu-havasını hiss eləyirsiniz, yoxsa yox. Yəni bunu məsəl üçün ayırd eləməyə çalışmalısınız. Ona görə də nəyə diqqət etmək lazımdır? Ə, Məsələn, Garamond fontu var. Və bu bir Garamond fontudur. Və baxın, burada biz nə hiss eləyirik? Keçmiş abu-havanı, kitab atmosferasını, kitabxana atmosferasını biraz hiss eləməyə çalışırıq. Sakitlik hissi oyadır bizim üçün Garamond fontu. Ə, Bəs bu səbəbi tapmaq lazımdır ki, bəs bu fondlarda bu kitab ab-havasını ötürən nədir? Yadınıza gəlsə biz sans serif, serif tipli şeylər keçmişdik. Və oradan biz demişdik ki, bu fondların kurçokları varsa, bu artıq əyləncəli bir fond deyil. Bu artıq biraz daha ciddi tərzli fonddur. Yəni var kostyum geyinənlər, var oversize geyinənlər. Oversize geyinənlər. Bu ikisini ayırırıq da real həyatda paltarlara ayrı şəkildə ayırırıq atmosferasını. Yəni biz başa düşürük ki, klassik geyinən, qalstuk geyinən biraz daha məsəl üçün ciddi insan atmosferasını, biraz yox, daha çox ciddi insan atmosferasını ötürür. Yəni məsələn ayrıca bir dənə adamın saqqalı var, amma digərinin saqqalı yoxdur. Biz başa düşürük ki, məsələn saqqalı olan daha biraz dağınıq adamdır, amma saqqalı olmayan biz hiss edirik ki, o məsəl üçün e, rahat adam deyil, biraz özünü sıxır falan, amma saqqalı olan daha rahat adamdır. Məsələn, bu tipdə də ayırmaq olar da və yaxud da biri ciddidir, biri qeyri-ciddidir. Eynilə fondlarda da belədir. Biz görürük ki, bu fondlarımızın giriş və çıxıntıları var. Biz anlayırıq ki, bu artıq korporativ və ciddi bir duyğunu yaradacaq bir hissə ötürülür. Ona görə biz bunu başlayırıq kitabxana demək, ofis atmosferasını demək. Yəni bir niş adlar qoşuruq ona. Əlavə sözlər qoşuruq ki, anlayaq bu bizim dinamikliyimizə uyğundur yoxsa yox. Birinci bunu başa düşməlisiniz fontu görəndə. Giriş və çıxıntılar varsa, bu artıq heç ad verməyin. Deməyin buna sans serifdir, serifdir. O font və yaxud da ki, display fontdur. Heç ona lap adlar vermək lazım deyil. Heç bu adları əzbərləməyə ehtiyac yoxdur. Yəni iş işləyəndə oturub bunu fikirləşmirsiniz. Yəni bu displaydir, bu sans serifdir. Tamam, adlar sizə köməkli göstərə bilir hissləri anlamaq baxımından. Amma bir empatiya qurma baxımından o nəzəriyyəni bilməlisiniz ki, amma onun üçün adlarını çəkməyə ehtiyac da çox yoxdur. Amma özünüz üçün başa düşməlisiniz ki, hə, bu serifdir və ciddidir. Bu deməkdir ki, mənim məsəl üçün krossovkam olsun və ya da dinamik kateqoriyalı hansısa bir xidmət olsun, orada artıq o fontu mən heç yerdə istifadə eləməməliyəm. Və bu tərzi fondlardan, yəni girişi çıxıntısı olanlardan qaçmalıyam o xidmət mövzusunda. Bunu artıq bu fontu gəlib işlədə bilərsiniz, hansısa bir yazıcı üçün hazırlayırsınız poster və yaxud da gəlirsiniz hansısa bir kitabxana üçün poster hazırlayırsınız və ya hansısa bir rəssam olsun bu tiplərdə. Yəni biraz kateqoriyamızın nə mövzusu olduğunu, bu artıq biraz məntiqə dayanır. Yəni
Burada əzbərçilik yoxdur. Bu məntiqə dayanır. Necə məsəl üçün real həyatda fərqləndirirsiniz geyimlərlə insanları. Eynilə burada da artıq sizin duyğusal məntiqinizə dayanır ki, hə, mən bunu məsəl üçün yarış maşınında gedib niyə istifadə edeyim? Yaxı yarış maşını, yəni əyləncə tipli bir sferaya aiddir. Niyə mən bununla ciddiyyət ora qatmalıyam? Bunu özünüzdə sorğu-sual edib fondların necə fərqləndiyini anlamalısınız. Və Helvetika da bu tərzdədir. Yəni beynimizdə korporativ, neytrallıq, bu neytral bir zonaya salır bizi. Yəni komik sans olsun. Komik sans amma məsəl üçün bunlar məsəl üçün ən çox dünyada ən çox istifadə edilən bir vaxtlar fondlar idi də. Amma indi onları əvəz edən digər fondlar gəlib çıxdı. Amma həmin yenə də atmosferanı ötürdü. Amma komik sans. Və fikir verin, oradan bura necə keçid elədi və burada bizi əyləndirir. Bizi biraz güldürməyə başlayır bu. Çünki bu uşaqlıq, qeyri-rəsmi, məsuliyyətsizlik hissi oyadan bir fonddur bu. Yəni bu hansı kontekstlərdə istifadə edilə bilər? Ha, uşaq bağçaları ilə bağlı məsələn poster hazırlayanda istifadə edə bilərsiniz. Komik sans tipli fondları. Emini komik sans olmalı deyil ha. Yəni bu tipdə gülməli, abu havalı, atmosferik ötürən bir hissəsini e, vurğulaya bilərsiniz yəni. Biz başa düşməliyik ki, fond dizaynlar yalnız vizual deyil. Yəni bir tarixi və mədəni təcrübə də formalaşdırır bizimlə. Yəni biz məsəl üçün tarixlə bağlı danışaq, tarix kitabında gedib komik sans tipli fond işlədə bilmərik. Biz onda tarixin ağırlığını, mədəniyyətini, o mədəni təcrübəsini ötürə bilməyəcəyik. Məsələn, kitabda siz görüb, tarix kitabı götürürsə əlinizə, siz bu tipli gülməli tərzi, qeyri-ciddi font gördünüzsə, və buna niyə qeyri-ciddi dedik? Oynaqdır. Çox oynaqdır. Əyri-üyrü durub, bucaqları fərqlidir. Bu artıq qeyri-ciddi fonddur. Dağınıqdır, dağınıq görsənir. Bunu məsələn tarix kitabında durub görsəz, bu tarix kitabını ciddi qəbul eləməməyə başlayacaq. Eynilə posterdə də belədir. Yəni siz tarix üçün tarixlə əlaqəli və ya da muzeylə bağlı bir poster hazırlayırsınızsa, gedib bu tərzdə fond orada işlətsəz, kiçik bir nüansda belə. O ağırlığı, o muzeyin ağırlığını, ab-havasını ötürə bilmək olmayacaq. O emosional ötürmə o düzgün olmayacaq. Artıq o fond dizaynı səhv sayılmış olur avtomatik olaraq. Məsələ burasındadır. Və məsəl üçün, tutaq ki, belə bir sual verim sizə. İki eyni qalınlıqlı, bir də oxşar görsənən fond seçin. Birini bank reklamında, o birini uşaq bağçası loqosunda istifadə edin. Hansı uyğun gəlir və niyə? Bunu qeyd edeyim bir dənə qırağa. Bu indi fasilədən sonra bu digər bölmədə işləyəcəksiniz. Ya sualı yazın. Eşitdi sualı. Təkrar edin zəhmət olmasa. Hə. İki eyni qalınlıqlı, iki eyni qalınlıq. Hı -hı. Və oxşar görsənən font seçirsiniz. Yəni iki eyni qalınlıq və oxşar font. Özüm seçirəm. Hə, indi yox, bu Hı fasilədən -hı. sonra oturub işləyəcəksiniz. Aha. O birini bank reklamında, bir daha sonra birini təsəvvür edirsiniz. Bank reklamı üçün, hansısa bir bank reklamı üçün. Burada bilirsiniz də kateqoriyası nədir? Bankdır. Hı -hı. O birini isə Yəni ciddi. uşaq, bax necə? Yəni ciddi. Aha. O birini isə uşaq bağçasında. Elə bilin ki, birini bank posteridir, biri bank posteri olacaq. Reklam deyəndə posteri nəzərdə tutmuşam. Yəni Hı sosial -hı. media posteri. Yəni bank sosial media posteri olacaq.
Uşaq bağçası isə loqodur. Burada sıfırdan belə hər şeyi hazırlamaq lazım olmayacaq. Sırf fontu hazırlayanda benim poster ölçüsündə font dizaynına fokuslanacağız. Bütün posteri hazırlamaya ehtiyac olmayacaq. Sırf sadəcə font dizaynı. Biri isə uşaq bağçası loqodur. Onun üçün məsələn hazır uşaq bağçalı ikon da götürə bilərsiniz, amma loqonu özünüz yazırsınız. Yəni hər şey belə sıfırdan eləmək lazım deyil də, sadəcə elə işləyirsiniz ki, sırf ancaq fontu işləyəcək şəkildə işləyirsiniz. O tipdə. Bir də uşaq bağçasının loqosunu istifadə edəcəksiniz. Yəni iki dənə font götürəcəksiniz qalın və oxşar görsənən. Birini bank posteri hazırlayacaqsınız. Amma posteri belə təmiz hamısını hazırlamırsınız, sırf font tərəfini hazırlayırsınız. Amma başa düşürsünüz ki, bu posterdir. Birində uşaq bağçasında istifadə edirsiniz, loqoda. Sonra indi özünüz baxmanız, görməlisiniz və qeydlər aparacaqsınız. Hansı uyğun gəlir və niyə uyğun gəlir? Bunu ayırd edəcəksiniz. Bu tapşırıq sizə köməli göstərəcək ki, bənzər görünən fontlar belə müxtəlif mesajlar daşıya bilir. Yəni xidmətinə görə. Yəni birini gedib loqoda işlədəndə nə atmosfera olur, birini posterdə işlədəndə nə atmosfera olur. Yəni onun belə fərqlənici nüansı var. Məsələn üçün, Comic Sans tipli fontu bəzən olur gedir loqoda işlətmək olmur. Loqo daha bizə sadə, ciddi tərəfləri, hətta uşaq bağçası olanda belə ciddi tərəfli fontu işlədilir. Amma halbuki uşaq bağçalı poster hazırlayanda orada ciddi font çox da işə yaramır. Yəni, bu artıq dizaynın kateqoriyasına görə dəyişir. Yəni, siz anlamalısınız, yeri yerində harda işlətmək lazımdır. Bunu başa düşmək lazımdır. Sonra font dizaynımızda ən çox diqqət edilməyən detal şriftin height səviyyəsidir. Yəni hündürlüyüdür. Nə mənada? Məsəl üçün, bəzi fontlar var ki, baxın, mən indi balaca bir A yazıram. Və fikir verin, bu balaca A font, bax burada da müxtəlif fontlardır da. Fontlar yüklürsünüz də siz. Bəli, bəli. Və burada müxtəlif cür font adlarıdır və burada da hər fonta görə balaca A hərflərinin necə görsənməsi var. İndi baxın, bax bu rahat A kimi görsənir. Hündürlüyü yoxdur. Yəni hündürlük nədir? Böyük olması. Amma bunda balaca nədir? Hündürlüyü olmaması. Burada rahat oxundu bu balaca. Amma burada baxın, rahat oxunmur. Bilmək olmur, ədir, adı nədir? Burada qıdı, adı bəlli deyil. Burada rahat oxunmur. Balaca, məsəl üçün, bəzi fontlarında rahat oxunmaması var. Bu çox az diqqət edilən nüanslardır, amma önəmli nüanslardır. Amma indi mən bunu böyüdürəm. Hündürlük verdim artıq bunu. Və hündürlükdə başa düşürəm ki, artıq çoxsu başlayır oxumağa. Və yaxud da Vaxtını teçir. necə? Deyin, deyəcəm. Və yaxud da sözlərin hamısını böyük yazıram. Hərflərin hamısını daha doğrusu böyük yazıram bir sözdə. Və görürəm ki, estetik abu-hava bəzilərində kobud görsənir, bəzilərində estetik görsənir. Məsələn, burada sərt, ciddi, kobud şəkildə görsənmə var. Amma indi baxın, buna diqqət edin. İndi mən bunu balaca hərflərlə yazıram. Balacada baxın, üzü daha estetik görsənməyə başladı. Yəni, seçəcəyiniz font və balaca və yaxud da böyük yazma arasında da müqayisələr eləməlisiniz. Hətta birini böyük, qalanları balaca yazanda da estetika, abu-havası dəyişir. Və təbii ki, fonta görə də dəyişir. Bunu belə ayırd eləməlisiniz, bunu belə diqqət eləməlisiniz. Siz başa düşməlisiniz ki, bəs posterdə məsəl üçün başlıq, keçən səfər nə qədər danışdım, başlığınızı ayırmalısınız, alt başlığınız, üst başlığınız. Üst başlıqda başa düşməlisiniz ki, siz hamısını balaca yaza bilmərsiniz. Çünki önəmli bir sözü vurğulayırsınız. Hamısını böyük də yazsaz, bu xidmətinizə görə də dəyişir. Çox ciddi sektorda hər şey böyük yaza bilərsiniz. Amma əyləncəli, dinamik sektorlarda
Hər şey böyük hərflərlə eləyə bilmərsiniz. Baş hərf böyük, qalanları balaca. Bu tiplərdə getməlisiniz ki, font dizaynınıza estetik göstərməyə başlasın. Yəni, bu hissəsi çox önəmlidir. Yəni, bu birbaşa olaraq oxunaqlığa təsir edir. Oxunaqlıq o demək deyil ki, mən görmürəm. Keçən səfər də bunu dedim. O demək deyil ki, mən görmürəm onu. O deməkdir ki, estetik deyil, oxunmur. Söhbət ona gedir. O deməkdir ki, narahatlıq hissi verir. Yəni dizaynə baxanda bu narahatlıq, font narahatlıq verirsə, o deməkdir ki, oxunaqlı atmosferada deyil, oxunaqlı sayılmır. Bu hissəsi artıq dəyişir. Amma estetik tərəfdən varsa, atmosferası uğurlu hiss verirsə, bu o deməkdir ki, oxunaqlı tərəfi də yaxşıdır. Bu o deməkdir ki, daha da yaxşı bizə hiss ötürmüş olur. Ona görə məsəl üçün iki eyni font kimi görünən dizayn arasında təkcə parametrlər, belə deyək, dəyişməlisiz parametrlər. Yəni o illüstratoya girib hündürlüyü ilə enlərini belə hərdən oynatmalısınız və yaxud da azca böyük və balaca tərəfini də oynatmalısınız. Yəni bu beynin necə oxuduğunu dəyişdirir. Yəni bu hündürlük A-nı daha da hündür eləsəz, xarakter bölməsindən o hündürlüyü daha da artırsaz, bu o deməkdir ki, onun ab-havası daha da dəyişəcək. Yəni buna da diqqət etməyə çalışmalısınız. Nəsə deyirdiniz bayaq? Bax, yazırsınız. Düzdür, bəzilərini çıxma şərtindən mən hamısını eyni görürəm. Mən problemim burdadır. Burada bununla bunu eyni görürsüz. Yox, yox. Okey. Deməli bu artıq fərqli kateqoriya. Bu yəni sans serifdir, bu serifdir. Niyə bu Evet. sans serifdir? Çıxıntıları var. Ayşə, bu niyə serifdir? Yoxdur ona görə. Ayşə. Yaxşı, bu nədir? Amma görürsüz, bununla onun altındakı eyni görürəm mən. Bu eynidir də onsuz da. Bu eynidir də. Bu sadəcə artıq bu eyni nə mənada eynidir? Eyni nəslə aiddir. O mənada. Hı. Yəni siz bu tipdə anlamalısınız bunu. Amma bunun da bir fərqli tərəfi var. Bax burada Sonuncu alar. buradakı A-nın fərqi. Buradakı Hı. M ilə buradakı M-nın fərqi. Buradakı M-nın biraz daha genişdir. Buradakı M-lar biraz sıxdır. Başa düşdünüz nə deyirəm? Belə. Ha, məsəl üçün. Eyni siniflər heç, eyni sinifdə, yəni bax bunlar hamısı eyni siniflərdir. Eyni siniflərdir bunlar. Amma detallı şəkildə fərqləndirici tərəflər də var. A biraz aşağı enib, burada A yuxarı qalxıb. Görürsüz? Yəni hərflərdən axtarmalısınız fərqi. Hərflərlə, şeylərlə yox, ümumi vizual gözlərlə yox. Amma sizin səhv elədiyiniz məsələ də fontları eyni görməyinizdə deyil ha. Sizin estetik tərəfdən mesaj ötürməməyinizdədir fontların səhv edilməsi və hazırda o səhvləri sizə deməyə çalışıram. Yəni siz eyni görə bilərsiniz, eyni nəsil olaraq görə bilərsiniz. Amma xırdalığına gedib hərfləri də fərqləndirməyə çalışın. Hərfləri müqayisə eləyin. Hərfləri müqayisə edəndə fontların da eyni olmadığını görəcəksiniz. Amma siz məsələ məqsəd sizdə şey olmalıdır. Xidmətinizə görə yerində düzgün istifadə eləməlisiniz fontunuzu. O önəmlidir. Və font dizaynlarını bir musiqi kimi anlamalısınız. Yəni fontlar ton yaradır əslində. Hər font müxtəlif ton yaratması var. Burada baxın ambulans.com var. Burada da fontlar var, bir dəfə demişdim də isə. Baxın burada biz fontlar açılır. Fontlar ton yaradır. Yəni eyni cümləni fərqli fontlar yazırsınız. Deməli tapşırığınız nədir? Bunu da qeyd edin. Bunları işləyəcəksiniz. Bundan sonra bəlkə belə elədim. Bir partiya ancaq
Sizə izah elədim, başa saldım. Ondan sonra digər ikinci partiyada gedib oturub işləyəcəksiniz. Qeyd edirsiniz. Aha. Eyni cümlə yazacaqsınız. Bir dənə cümlə quracaqsınız. Hansı ürəyi istədiyiniz bir cümlə. 2-3 sözdən ibarət. Və onu fərqli fontlarla yazacaqsınız. Məsələn, tutaq ki, gələcək dizaynerlər burada yetişir, məsəl üçün. Və bu cümləni, məsələn, bu cümləni, tutaq ki, məsəl üçün, Lyra fontunda işlədəcəksiniz, məsələn, Gonzaga fontu ilə işlədəcəksiniz. Belə kopyalayacaqsınız, fərqli-fərqli fontlarla işlədəcəksiniz. Və sualınız nədir? Hansı daha ciddi səslənmə emosiyasını ötürəcək? Yəni, hansı fontu görəndə, o cümləni oxuyanda gələcək dizaynerlər burada yetişir. Bu sualı mən oxuduğum zaman siz mənə deyəcəksiniz ki, sual verəcəm sizə ki, hansı daha ciddi səsləndi? Hansı fontla, yəni daha, hansı daha ciddi səsləndi? Onu seçəcəksiniz. Yəni bu sualı yazın ki, elə özünüzə qabaqcıl seçə biləsiniz. Və mənə deyəcəksiniz ki, hansı fontdan daha ciddi səsləndi? Rahat işləyəcəksiniz, sonra qoşulacaqsınız, göstərəcəksiniz mənə, hər şeyi yoxlayacağım. Üç cümlə yazıram. Hərəsi Vacib fərqli deyil, fondda, vacib düzdür? deyil üç cümlə olsun, 4 də eləyə Hə, bilər. bir cümləni fərqli üç cür fondda. 2-3 cür Ayso, fondda. ayso. Amma çox-çox fərqlidir yəni. Hı. Bu o deməkdir ki, siz başa düşəcəksiniz ki, fontlar niyə eynidir və onlar necə vizual emosiyanı ötürür. Yəni, məsəl üçün, Nova Class-la gələcək dizaynerlər burada yetişir oxunanda gülməli səslənə bilər, gülməli görsənə bilər. Amma gedib, məsəl üçün, Neo Machines fontu ilə oxunanda biraz fərqli görsənəcək. Başqa bir atmosfer olacaq. Və yaxud da ki, Round 8 fontunu oxuyanda necə aqressiv abu-hava göstərə bilər. Nike Sans fontdan oxunanda necə sərt görsənə bilər. Bununla oxuyanda, təsəvvür bu tipli fontla oxuyursunuz, gələcək dizaynerlər burada yetişir. Siz burada bir Anlayacağım. incəliyi göstərirsiniz də, xüsusi bir sərtlik, xüsusi bir ciddiyyət abu-havası görsənmir. Yəni xüsusi bir hissə anlaşılmır o hissədə. Bunu məsəl üçün biz başa düşə bilirik. Ə, Sonra digər bir şey deyəcəm sizə. Siz tək deyilsiniz onsuz da. Bir neçə şəxslər olur. Hətta 2-3 illik dizaynerlər olur. Deyirlər ki, məsəl üçün fontları biz eyni görürük. Bu nəzəriyyənin yaxşı öyrənilməməsindən irəli gəlir. Yəni fontların bilgisini yaxşı əldə etməməkdən irəli gəlir. Yəni bir dizayner font bilgisini yaxşı əldə eləməyibsə, bu o deməkdir ki, o sanki musiqi notlarına baxmır. Ona görə elə bilin ki, not oxumağı bilməyən hamısını eyni görür də. Eyni ilə bir şeydir. Amma halbuki musiqi ifa eləyən şəxs həmin o eyni font, eyni not deyilən şeylə başlayır ifa eləməyə və fərqli bir emosiya çıxır ortalığa. Və eyni ilə bu da belədir. Bunu anlamaq lazımdır ki, bu eyni fontlar deyil. Orada bir-birini, adi bir dənə incəlik belə o fontu digərindən fərqləndirir. Ona görə məsəl üçün hər bir fontda boşluq hissəsinə diqqət eləməlisiniz. Yəni buna later spacing, keying tərzi deyilir. Bu bir növ bəzi fontlarda sanki sıxılır. Hərflər arasındakı məsafə sanki sıxılır. Bunu özünüz də tənzimləyə bilirsiniz xarakter bölməsində. Hərflər arasındakı məsafəni genişləndirmək, sıxmaq, Yarım hündürlük falan. saatlıqda. Hə. Bu bununla əlaqəlidir ki, o da fərqləndirir. Məsəl üçün, baxın.
Hətta fontun əyri durmağı, əyilməsi və yaxud da ki, düz durmağı. Baxın, burada hərflər arasındakı məsafə ortadır. Amma burada biraz sıxdır. Bu da belə. Xüsusi bir atmosferanı bildirir. Və hətta buradan belə göstərək. Baxın, burada sıxdır, görürsünüz? Amma burada baxın, genişdir biraz. Və bu da yəni bununla da yəni siz fontlarınızın necə nəfəs alıb almadığını, posterinizdə fontlarınızın bu qədər məsafədə mi yaxşı olacağını, yoxsa bu qədər məsafədə mi yaxşı olacağını diqqət etməlisiniz. Yəni sözün, cümlənin məsafəsinə belə xüsusi diqqət etməyə çalışmalısınız. Xarakterlər kimi də yanaşa bilərsiniz fontlarınıza. Məsəl üçün birini tutaq ki, müəllim kimi görə bilərsiniz. Məsələn, bu fontu tutaq ki, müəllim kimi bu fontu yox, bunu. Buna deyə bilərsiniz ki, bu müəllim kimi fontdur. Çünki biləcəksiniz ki, bu hansı tipli xidmətlərdə işlədə bilərsiniz. Və yaxud da elə burada deyək. Və yaxud da bu tipli font görürsüz. Başa düşməlisiniz ki, bu biraz daha belə deyək, hansı məsəl üçün xarakter verə bilər. Əyləncəli tipli xarakterə aiddir. Bu əyləncəli tipli bir uşağa aiddir bu font. Belə şey eləyə bilərsiniz. Və yaxud da yəni obrazlar da verə bilərsiniz. Özünüzü əyləndirmək üçün, daha yaxşı başa düşmək üçün. Və yaxud da bunu əl yazmalı. Bu hansısa bir tutaq ki əl yazmalı, sevgi məktubu yazan bir fontdur. Bunu məsəl üçün bu tipdə bir xarakter verə bilərsiniz. Yəni bir aktyor kimi yanaşırsınız fontlara və onlara bir obrazlar geyindirirsiniz. Bu tipdədir yəni özünüz üçün anlada bilərsiniz rahat şəkildə. İndi digər tapşırığınız nədir? Onu da qeyd edeyim. Buna görə ki, alternativ variantıdır. Deməli, nə edirsiniz? Eyni cümləni fərqli tonla oxuyursunuz, oxuyacaqsınız və necə dəyişdiyini seçməyə çalışacaqsınız. Sonra da o fontları dəyişdirməyə başlayacaqsınız. Onlar dəyişəndə bəs necə oxunmağa başlayır? Hiss olaraq ha, yəni cümlə kimi Vodafone, yəni oxudunuz, getdiniz yox. Yəni Vodafone-u necə oxuyursunuz? Vodafone-u hansı oxuyanda hansı hissləri keçirirsiniz? Sonra bu Vodafone sözünü dəyişəndə məsələn Walt Disney fontunu Vodafone-da yazırsınız. Onda hansı hisslər keçirirsiniz? Bunu görməyə çalışacaqsınız. Başa düşdünüz nə demək istəyirəm? Bəli. Eyni cümləni Aha, fərqli səsləndirəcəm. fərqli səsləndirəcək, sonra dəyişdirib səsləndirəcəksiniz. Nəyi dəyişəcəm? Fontları, cümlədəki Hə, fontları. hə, vəsə. Onda görə dəyişəcəm. Aysu. Sonra bir dənə də iki dənə fərqli font dizaynı hazırlayırsınız. Yəni bu sizin öz tapşırığınız kimi məsəl üçün. Ancaq elə bilin ki, bu hissəsini işləyirsiniz. Boş səhifədə məsəl üçün. Bir dənəsini işləyirsiniz texnologiya xidməti üçün. Bir dənəsini də işləyirsiniz fast food xidməti üçün. Yan bayın. Elə bil ki, bu hissədə bir dənə texnologiya xidməti üçün font dizaynı hazırlayacaqsınız, necə istəyirsiniz. Bir dənə də burada fast foodla bağlı işləyəcəksiniz. Bunun üçün də fast food posterlərinə ayrıca baxacaqsınız, texnologiya bağlı fontlara ayrıca baxacaqsınız. Və onu ancaq font dizaynı işləyəcəksiniz. Elə bil ki, logo yığırsınız da belə şey fikirləşin. Başa düşürsünüz bu tapşırıqların hamısını? Texnoxidmət üçün Texnologiya xidməti font, üçün font font dizaynı, yazacağam. bəli. Fast Bir food dənə üçün. də fast food xidməti üçün, hə. Ancaq font dizaynı. Elə bil ki, bir dənə belə bir paket göstərirsə mən. Tamam. Bu Başa düşdüm. nəzəriyyə başa düşdünüz? Qaranlıq qalan Bəli. tərəf oldu, yoxsa yox? Nəsə sual yarandı mı sizdə? Yox. Aydındır. Baxa görə necə aydındır. 5 dəqiqə dincəlin, sonra işləyin. Təzədən qoşulmağınız
Tamam, qoşularsınız. Görüm necə araşdırma edirsiniz. Qoşularsınız. Görüm araşdırma edirsiniz. Siz ekranı paylaşacaqsınız mənimlə. Yaxşı. Tamam. Tamam. 5-10 dəqiqə dincəlin, sonra yenidən qoşulur. Bunu da göndərirəm sizə. Aha.